19-cu sinif, 9-cu sinif buraxılış imtahanına hazırlıq üçün zaman formaları testinə baxırıq və uşaqlar, tense form zaman forması deməkdir. Birinci sualda deyir, choose a correct tense form, düzgün zaman formasını seçin. Uşaqlar, ingilis dilində neçə zamanımız var? 3 zamanımız var. Hər zamanın özünün neçə forması var? 4 forması var. Ümumilikdə deməli bizim neçə zaman formamız oldu? 12 zaman forması oldu. Və bəzi kitablarda bunu 16 kimi göstərirlər. Yəni keçmişə nəzərən gələcək zaman 16 zaman, amma əslində isə, yəni Oruc Musayev onu 16 kimi götürsə də, əslində olan budur. 12 zaman forması. Çünki 16 zaman forması dediyimiz o əlavə 4 zaman var. Keçmişə nəzərən gələcək zaman, future in the past forması. Həmin o 4 zaman forması budaq cümlə tərkibində işlənə bilir, sərbəst işlənə bilən zaman formaları deyil. Yəni onu ayrıca zaman forması kimi götürmək, yəni mən bir dilçi olaraq düzgün hesab eləmirəm. Hər neysə, hərənin öz nəzəri fikri olur. Ona görə də mən 12 zaman forması. Əgər suallarımızda rastlaşarıqsa, mən sizə bunu da izah eləyəcəm. O əlavə 4 zaman ki var, keçmişə nəzərən gələcək zaman. Burada bizim gözləməli olduğumuz sadəcə müəyyən qayda var. Zamanların uzlaşması, testlər üzərində də mən sizə bunu izah eləyəcəm. Başladıq testin izahına. Choose a correct nədir? Doğru zaman formasını seçin. When Jane, she will. Feilin ikinci hissəsində baxıraq ki, she will. Əgər feilin ikinci hissəsində apostroflu, yəni will'in qısaldılmasıdır. Deməli, when-dən sonra gələn zaman hansı zaman olmalıdır? İndiki sadə zaman olmalıdır. İndiki sadə zamana baxırıq ki, feilin testimizdə B və Y variantı var. Məniyə baxaq. She will do a lot of sightseeing. Y variantı, mənaca uyğun gələn. Yəni, Jane, zamanlarla bağlı uşaqlar, biz nəyi əsasən cümlənin, yəni, müəyyən testlər var ki, oradan tapa biləcəyik çıxdaş eləməklə. Amma müəyyən də testlər var ki, orada məniyə fikir verməliyik. Məsələn, bu testdəki kimi. O, Londona gedəndə çoxlu görməli yerlərə gedəcək. B variantında o getməyəndə, Londona getməsə, zaman çoxlu görməli yer görəcək. Getməsə necə görə bilər? Deməli, burada biz nəyə? Semantikaya, mənaya fikir veririk. Ona görə də cavabımız Y. İkincisində də yenə düzgün zaman formasını. These clauses, baxırıq ki, clothes və yaxud da baxırıq ki, bu hansı zaman mübtədamız bizim cəmdədir və bizə cəm olanlar lazımdır. Yesterday və zamana baxırıq. Yesterday, keçmiş zaman. Keçmiş zamanda deməli bunları silirik və mübtədamız cəmdə olduğunu təkid silirik. Bu da indiki zamanda bizə qalır D variantı. Were brought. Özdə fikir verin passive voice, yəni məchul növdədir. Üçüncüyə baxırıq yenə düzgün zaman formasını. Newspapers cəmdədir. Last Sunday, yəni keçmiş sadə zaman verəcəyik. Bizə də newspaper cəmdə olduğuna görə bizə cəmdə işlənən xəbər lazımdır və keçmiş zamanda. Bu da bizə D variantı. All his luggage. Luggage sayılmayan isimdir və xəbəri təkdə tələb eləyir. Tomorrow gələcək zamandır, gələcək sadə zamandır və biz keçmişi indikini çıxardırıq və cavabımız C variantı. In the 50s. Baxırıq ki, hansı 50-ci illərdir. 50-ci illər hansı deməli zamandır? Keçmiş sadə zamandır. Keçmiş sadə zaman və mübtədamıza baxırıq. Bu tərəfə yox, ofdan öncə. Əgər mübtədamız of sözünlüdürsə, ofdan sonra gələn hissəyə deyil, öncəki hissəyə baxırıq. Xəbərimiz ofdan öncə gələn hissə ilə uzlaşacaq və ofdan öncəki hissə mübtədamız təkdədir. Ona görə də bizə tək mübtəda lazımdır və keçmiş zamanda cavabımız B variantı. Sonra yesterday, yenə də düzgün bizdən cavabı istəyir. Yesterday
bizə keçmişdə iki hərəkət var. İkisi də keçmiş sadə zamanda olmalıdır. Cavabımız A variantı. İkisi də keçmiş sadə zamandadır. B variantında uşaqlar birinci tərəf keçmiş sadədə olsa da ikinci tərəf deyil. Bunlar bitmiş zamandadır. Bu da indiki zamanda. 7. Yenə düzgün zaman formasına baxırıq. Will leave. Dedik ki, əgər cümlənin bir tərəfində gələcək zaman will leave varsa, digər tərəfi when, while, as soon as, ondan sonra until, before, after kimi zaman anlayışı bildirən söz önləri varsa, söz ön bağlayıcıları, söz önü getmir bunlar, bağlayıcılar olacaq. Nəyə görə? Çünki mübtəda xəbərli hissə gətirir özündən sonra. Deməli uşaqlar, əgər bu sözlər varsa, yəni baxın, when bağlayıcısı, onda biz ikinci tərəfi, yəni when-dən sonra gələn zamanı indiki sadə zamanda verəcəyik. Bizə də indiki sadə zaman Y variantındadır. Yenə də baxın, aha, if də həmçinin, if-dir, when-dir. Bunlardan sonra əgər cümlənin ikinci tərəfində will be varsa, when-dən və if-dən sonra biz dedik hansı zamanı? İndiki sadə zamanı. Uşaqlar, D variantında da indiki sadə zamanda, amma mənasına fikir veririk ki, if Ted doesn't catch the early train, he will be here in time. Əgər Ted erkən, tez çıxan qatarı çatmasa, o burada vaxtında olacaq. Çatmasa necə vaxtında ola bilər? Mənaca uyğun gəlmir, düzdür? Bu zaman biz mənasına baxırıq, A variantı. Yəni Ted tez çıxan qatara çatsa. Sonra since last year. Since varsa uşaqlar biz ya present perfect ya da perfect və yaxud da present perfect continuous. Yəni indiki bitmiş zaman və yaxud da indiki bitmiş davam edici zaman istifadə edirik. Baxırıq indiki bitmiş və yaxud da bunlar yoxdur. Bizə Y variantı indiki bitmiş Y variantında var. Sinsə görə lasta aldanmırıq. Bu cümlədə last olsa da biz lasta aldanmırıq. Deyir keçən ildən bəri. Biz lastdan öncə gələn söz önünə baxacağıq. Okay? Sonra while. Uşaqlar, while keçmişdəki paralel hərəkətlər. Yəni, keçmişdə paralel hərəkətlər, əgər while-dan sonra hansı zaman gəlibsə, while-dan əvvəlki zamanı da onu verəcəyik, paralel. Əgər while-dan sonra gələn keçmiş davam edicidirsə, while-dan öncə gələnə də keçmiş davam edici qoyacaq. Burada görürük ki, while-dan sonra gələn zamanımız keçmiş sadə zamandır və bizə yenə də keçmiş sadə zaman lazımdır. Diddən sonra da bilirik ki, əgər sual cümləsidir və inkardırsa, did köməkçi feili varsa, bizim feilimiz öz məsdər vəziyyətinə qayıdır, öz əsas vəziyyətinə qayıdır. Cavabımız D variantı. Yəni, diddən sonra feil keçmiş sadə zaman formasında ola bilməz. Okay? 11-ə baxırıq. Yenə də uşaqlar, while-dan sonra keçmiş sadə zaman gəlib, bizə yenə də keçmiş sadə zaman lazımdır və cavabımız B variantı. Çünki diddən sonra feilimiz öz məsdər formasında olur. Heç bir şəkilçi olmur. Qaydasız feillər isə özünün ilkin formasında, məsdər formasında olur. Sonra 12-ci cümlədə lasta baxırıq. Last keçmiş sadə zamanda işlənir. Burada hər hansı bir since və digər hər hansı bir bağlayıcı yoxdur. Ona görə də bizə keçmiş sadə zaman lazımdır. Uşaqlar, bir dəqiqə. Və mübtədamıza baxırıq ki, mübtədamız da cəmdədir. Deməli, bizə cəm mübtəda lazımdır. Cavabımız A variantı. Yenə cümləmiz iki tərəfləri when-lə işlənir və baxırıq ki, cümlənin birinci tərəfi keçmiş sadə zamandadır, ikinci tərəfi də keçmiş sadə zamanda olacaq. Yəni, mütləq bir tərəf keçmişdədirsə, digər tərəfi biz
digər tərəfi biz indiki və yaxud da gələcək zamanda verməyəcəyik, çünki uzlaşdıracağıq. B variantı. Sonra before they leave. Aha. Cümləmizin uşaqlar. Dedik ki, bayaqları, əgər yadınızdadırsa buradayı when, if-lə bağlı cümlələri izah eləyəndə dedik ki, before, as soon as, until bu cür zaman bağlayıcıları varsa, zaman budaq cümləsi yaratmaq üçün düzələn bağlayıcılar varsa, cümlənin bir tərəfi əgər will-ləndirsə, digər tərəfi will-lə desə, digər tərəfi uşaqlar sadə zamanda olacaq. İndi isə tərsinə veriblər. Before-dan sonra gələni hissəni bizə veriblər və sadə zamanda, deməli bu hissə gələcək zamanda olacaq. Okay? Deməli cavabımız Y variantı. Gələcək zaman ancaq Y variantı var. Sonra aha. Və uşaqlar. Deyir ki, bu ümumi mənada işlənir. Deyir ki, rainforestlər, uşaqlar, meşələr. Onlar deyir, dağılsa, yəni onlar məhv olunsa, səhralar artacaq, artır. Səhralar, onlar məhv olur və səhralar artır. Paralel baş verir. Bizdə müftədamız cəmlədir və bizə cəm müftəda lazımdır. Keçmiş zaman ola bilməz, çünki burada indiki sadə zaman verilib. Ona görə də bunu da çıxırıq. Vəndən sonra dedik ki, heç vaxt bizim cümləmiz will-lə ola bilməz. Okay? Ona görə də cavabımız B variantı. 16-ya baxırıq. Görürük ki, keçmiş sadə zamandadır cümlənin bir tərəfi. Digər tərəfi də uşaqlar yenə keçmiş zamanda olacaq. Baxırıq ki, keçmiş zamanda A variantı. Sonra cümlənin birinci tərəfi deməli, cümlənin birinci tərəfində will var və when bağlayıcısı var. When bağlayıcısına əgər cümlənin birinci tərəfində will varsa, bir tərəfində will varsa, ola bilər bu cümlənin bu hissəsində də, ikinci hissədə də verilə bilər, yerləri dəyişir. Yəni when cümlənin birinci hissəsi ola bilər. Aha. Və biz dedik ki, when-dən sonra gələn nə olmalıdır? Sadə zamanda. Cavabımız C variantı. Yəni bunlar sadə zaman, indiki sadə zamanda. Bu gələcək zaman, keçmiş zaman, keçmiş zaman. Bizə indiki sadə zaman lazımdır. Sonra düzgün yenə də. Uşaqlar, cümlənin ikinci tərəfində görürük ki, will var və if bağlayıcısı var. Bizə nə lazımdır? İndiki sadə zaman. Baxıram ki, bunlarda indiki sadə zaman sadəcə A variantındadır. 19-da cümlənin deməli sual nə iləndir? İndiki bitmiş zamanlandır. Deməli cavabımıza baxırıq. Cavabımızda last var. Deməli hansı zaman olacaq? Keçmiş sadə zaman. B variantı. Lasta görə ha. Okay, yenə düzgün zaman formasını seçirik. Bu testdə də uşaqlar, sualımız indiki bitmişlə verilsə də cavabımızda last ifadəsi var. Yes deyir və yes isə inkarlıq özündən sonra gələ bilməz və keçmiş sadə zaman D variantındadır. Digərlərində isə yoxdur. Ondan sonra gələcəklə bağlı planı soruşur ki, harda qalasısan? When, gələcəklə bir tərəf gələcək zamandadırsa, digər tərəf when-dən sonra gələn tərəf sadə zamanda olacaq. İndiki sadə zamanda cavabımız D variantı. Baxmayaraq ki, hərəkət gələcəyi ifadə eləyir. Amma when-dir, as soon as-dir, before-dir, after-dir, until-dir, till-dir və s. Bunlardan sonra biz sadə zaman veririk. Əgər cümlənin bir tərəfi gələcəyi ifadə eləyirsə. Və 22-də də gələcəklə bağlı və when, deməli, when-dən sonra gələn zaman hansı zaman olacaq? İndiki sadə zaman B variantı. Və baxırıq ki, cümləmizin bir tərəfi keçmiş sadə zamandadır. Bir tərəfi
digər tərəfə də keçmiş zaman olmalıdır. Baxırıq ki, bu deyil, keçmiş zaman deyil. Bizdə D variantı keçmiş zamandadır. Yenə də 24-cü testdə cümləmizin bir tərəfi keçmiş zamandadır, digər tərəfdə zamanların uzlaşmasına görə keçmiş zaman olmalıdır. Baxırıq ki, keçmiş zaman ancaq D variantındadır uşaqlar. Yenə də 25-ci testdə when-dən sonra keçmiş sadə zamandır. Bizə də keçmiş zaman lazımdır. Keçmiş zamanımız C variantı. Heç görürsüz cümləni oxumaq bəzi testlərdə ehtiyac yoxdur. Yenə də 26-cı testdə cümləmiz keçmiş sadə zamandadır. Düzdür? Bizə yenə də digər tərəfdə keçmiş zaman lazımdır. Bu davam edici, keçmiş davam edici də ola bilər, keçmiş sadə də ola bilər. Yetər ki, yəni keçmiş zaman olsun. Yəni zamanların uzlaşmasına görə keçmiş zaman bizə lazımdır. 27-yə baxırıq. Aha. Cümləmizin bir tərəfi gələcəyə aiddir. Digər tərəfində əgər if, when, digər zaman bağlayıcıları varsa bizə indiki sadə zaman lazımdır. Bir tərəf gələcəkdirsə, digəri indiki sadə zaman olacaq. Bizə indiki sadə görürük ki, the weather və 2 dənədir. C və D variantı və baxırıq ki, mübtədamız təkdədir. Deməli, bizə tək mübtəda ilə olan C variantı uyğun gəlir. 28-ə baxırıq. Eagle keçmiş sadə zamanı özündən tələb eləyir və baxırıq ki, burada A və B variantı keçmiş sadə zamandadır. Amma bizə nə lazımdır? Mübtədamızla xəbərimizin uzlaşmacısı. Mübtədamız cəmdədir. Görürsünüz, mübtədamız cəmdədir və ona görə də tək mübtədanı, tək xəbəri çıxırıq, bizə A variantı qalır. Last month keçmiş zamandadır. Everyday'ə aldanmırıq. Biz keçən ay hər gün, indiki zamanın hər günü deyil, keçən ay hər gün, everyday'ə aldanmırıq. Nə vaxt? Keçən ay. Deməli, keçmiş sadə zamanıdır. Biz keçmiş sadə zamana uyğun gələn variantlara baxırıq. A uyğun gəlir, B uyğun gəlmir. Sonra baxırıq bura, gedirik, baxırıq. C uyğun gəlmir, D uyğun gəlmir. İndiki zamandır. Y ilə bizə A uyğun gəlir. Amma gəlin görək bizim mübtədamız təkdədirmi, cəmdədirmi? Görürük ki, uşaqlar, mübtədamız cəmdədir. Mübtədamız cəmdədirsə bizə A variantı qalır. Çünki Y variantında xəbərimiz təkdədir. Yəni, mübtəda xəbər uzlaşmasına da biz fikir verməliyik. Və bura gəlirik, yesterday, keçmiş sadə zaman. Keçmiş sadə zaman olanlara baxırıq. Cavabımız Y variantı. Heç oxumuruq. Görsən, yenə də keçmiş sadə zaman last var burada. Biz keçmiş sadə zamanı axtarırıq. Aha. Və burada bizə B və D variantı ikisi də keçmiş sadə zamandır. Amma görürük ki, didn't-dan sonra gələn feilimiz keçmiş sadə zaman formasındadır. Biz nə dedik? Dedik ki, didn't köməkçi feilindən sonra feil mütləq özünün istənilən, ümumiyyətcə yadımızda saxlayaq, istənilən köməkçi məchul növlərdən başqa, məchul növü qoyuram kənara. Feillərdən sonra köməkçi feilimiz bizim öz əvvəlki versiyasında olacaq. Yəni, hansı formada take olmalıdır? Cavabımız B variantı. Yesterday yenə 32-ci testdə baxırıq. Bizə hansı zaman lazımdır? Keçmiş sadə zaman. Keçmiş sadə zaman D variantı. Qaydasız feildir və sent olur. Okay. Sonra cümlənin bir tərəfi when özündən sonra deməli indiki sadə zamandır. Sadə zaman işlənib. Deməli bizə keçmiş zaman ola bilməz. Okay. Və baxırıq ki, mübtədamız təkdədir. Mübtədamız da təkdədirsə bizə bitmiş zaman da ola bilməz. Bizə mübtəda ilə işlənə bilən xəbər lazımdır. O da A variantı. Y variantı ona görə ki, olmadı uşaqlar. Çünki Y variantında xəbərimiz cəmi ifadə edir. Tək ifadə olsaydı S olardı. Yesterday. Aha. At that time yesterday uşaqlar. At that time yesterday davam edici, keçmiş, davam edici zamanın deməli
at this time yesterday, at that time yesterday, whole day yesterday. Bu cür ifadələr keçmiş davam edici zamanın ifadələridir və dərhal biz C variantını seçirik. 35-də baxırıq. Last month yenə də keçmiş sadə zamandır. Biz keçmiş sadə zaman olan A və D variantında they didn't visit, didn't özündən fe'lə visited gətirib, visit olsaydı, yəni fe'limiz öz əvək vəziyyətində düz olardı. Amma fe'limiz səhv versiyadadır, ona görə də cavabımız D variantı. Uşaqlar, as soon as-dən sonra dedik ki, əgər cümlənin bir tərəfi will-dirsə, as soon as, before, after və s. Bunlardan sonra fe'limiz indiki sadə zamanda olacaq. Aha. Deməli, uşaqlar, indiki sadə zaman D və C-də var. Amma baxırıq ki, mübtədamız təkdədir. Mübtədamız təkdədirsə, bizə tək mübtədə ilə işlənən C variantı uyğun gəlir. Sonra next Sunday, gələcək zamanda, gələcək zaman elə A variantıdır, digərləri uyğun gəlmir. Sonra early in the morning, səhər tezdəndən, nə vaxt səhər tezdəndən ya edəcəklər, ya ediblər. Görürük ki, the girl mübtədamız təkdədir. Yəni, ola bilər ki, qız səhər tezdəndən ev tapşırıqlarını edir. Okey, birinci düz gəlir. İkinci, qız ev tapşırıqlarını səhər tezdəndən etdi. İkinci də düz gəlir. Üçüncüsü isə has'dan. Has'dan bitmiş zamandır və görürük ki, cümlədə bitmiş zamana uyğun gələn hər hansı bir zaman zərfi yoxdur. Okay? İfadə yoxdur, yəni bizə bitmiş verən. 4 isə qız ev tapşırığını səhər tezdən edəcək. Belə də deyə bilərik. Yəni 1, 2, 3, 1, 2, 4 cavabımız Y variantı. Yəni 3'ü də uyğun gəlir. Yesterday keçmiş sadə zaman, keçmiş sadə zamana uyğun gələn B variantını seçirik və 40'a baxırıq. Last month keçmiş sadə zaman, bizə keçmiş sadə zaman lazımdır, da A variantında. Yesterday keçmiş sadə zaman, bizə keçmiş sadə zaman lazımdır, C variantı. Keçmiş sadə zaman görürük ki, ancaq B variantı. Keçmiş sadə zaman, yəni mütləq zaman zərfinə baxırıq və görürük ki, bizə D variantı qalır. Sonra when, aha. Uşaqlar, ya bu keçmiş sadə zaman olacaq, iki hərəkət, paralel hərəkətlər və yaxud da bir tərəf sadə zamanda, bir tərəf indiki sadə zaman, bir tərəf isə gələcək sadə zaman olacaq. Yəni ikinci tərəf gələcək sadə, when-dən sonra gələn isə indiki sadə. Variantlara baxırıq. A variantında birinci tərəf keçmişdə verilib, ikinci tərəf heç vaxt gələcəkdə vermək olmaz. Çünki niyə? Dedik ki, zamanlar uzlaşmalıdır ingilis dilində. Bir tərəf keçmişdədirsə, mütləq ikinci tərəfdə keçmişdəki hər hansı bir zaman olmalıdır. Sonra baxırıq B variantına. Bir tərəf keçmişdədirsə, digər tərəf indiki zamanla olmamalıdır. Okay? Bu da getdi. C variantında uşaqlar dedik ki, when-dən sonra gələn zaman, sadə zaman əgər indiki və yaxud da gələcək zamana olan hərəkətdirsə, when-dən sonra heç vaxt gələcək zaman gələ bilməz. İndiki sadə zaman olmalıdır. İkinci tərəfdə gələcək və yaxud da indiki sadə zaman. C variantı da ona görə getdi. Yəni when-dir, as soon as-dir, until-dir, before-dir və s. Bu cür zaman zərflərindən sonra heç vaxt biz will-lə olan gələcək zamanı vermirik. Bunu bir dəfəlik yadınızda saxlayın. Y variantında həmçinin gələcək zamanda will not-un qısaldılmasıdır. Düzdür? Dedik, when-dən sonra gələcək zaman olmaz. Deməli, cavabımız D variantı. Sonra keçmiş sadə zamandır və bizə keçmişlə bağlı lazımdır. O da B və D variantında var. Baxırıq ki, sailməyən isimdir və sailməyən isim özündən sonraki xəbəri necə tələb eləyir? Təbii ki, təkdə cavabımız B variantı. Sonra
Ego deməli cümlənin bir tərəfində ego var, keçmiş sadə zamandır. Keçmiş sadə zaman. Baxırıq ki, o bizdə hardadır? C və D variantında. İkinci tərəfində isə since var. Since sözündən sonra hansı zamanı tələb edir? İndiki bitmiş zamanı. Düzdür? İndiki bitmiş davam edəcək və yaxud da indiki bitmiş zamanı. Və uşaqlar, baxırıq ki, any var. Any hansı cümlələrdə istifadə olunur uşaqlar? İnkar cümlələrində və sual cümlələrində. Cümləmizi isə sual yoxdur, deməli biz inkar axtarırıq, o da C variantında, okey? Sonra 47-yə baxırıq. Yesterday keçmiş sadə zamandır və dərhal biz keçmiş sadə zaman olan C variantını seçirik. Ondan sonra before var uşaqlar. Before var, o deməkdir ki, before'dan sonra deməli hər hansı bir sadə zaman gələcək. Okay. Yəni cümlənin bir tərəfi keçmişdədirsə, ikinci tərəfi də keçmişdə olmalıdır. Uzlaşmaqdan ötürü, zamanlar uzlaşmaqdan ötürü. Bir tərəfi before'dan sonra heç vaxt gələcək zaman gəlməyəcək. Okay. Gələcək zaman heç vaxt olmayacaq. Baxırıq, variantlara baxaq, çıxdaş eləyək. Before'dan sonra ikinci tərəfə will veriblər, ola bilməz. Ondan sonra B variantında before'dan sonra dedik sadə zamanlar gəlməlidir. B variantında bitmiş zaman veriblər, ola bilməz. Sonra he ilə reach uyğun gəlmir. Okay? Çünki he reaches olmalıydı da. Düzdür? Çünki he özündən sonra gələn xəbər təkdə tələb eləyir. İndiki sadə zamanda da fe'l xəbərimizin təkdə olmağını nədən bilirik? Fe'lin sonunda s və yaxud da es şəkilçisi olarsa. Bunlar da yoxdur, ona görə cavabımız D variantı. Sonra yenə də when bağlayıcısı var. Eyni dediyimiz before ilə bağlı yuxarıdakı testdə dediyimiz buna aiddir. When'dən sonra gələcək zaman gələ bilməz. Gələcək zamanları dərhal çıxırıq. Sadə zamanlar olmalıdır. Və baxırıq ki, dedik ki, cümlənin bir tərəfi keçmişdədirsə, ikinci tərəfi də keçmişdə olmalıdır. Amma burada A variantına bir tərəf keçmişdədir, ikinci tərəf indiki sadə zamanda uyğun gəlmir. Və C variantı uyğun gəlir. Hər iki tərəf keçmişdədir və was Mary ilə uzlaşır. D variantı niyə səhvdir? Çünki mübtədamız təkdədir, xəbərimizi isə burada cəmdə veriblər. Ona görə də D səhvdir. Okay, sonra 50-yə baxdıq. Okay. Usually var uşaqlar. İndiki sadə zamandır. Uşaqlar, bayaqdan deyərsiniz ki, müəllimə, bəs bayaqdan deyirdiniz, siz cümlədə deyirsiniz ki, bir tərəf indiki sadə zamandadırsa, digər tərəfdə də, yəni keçmişlə sadəni biz eyni cümlədə uzlaşdıra bilmərik. Bəli, bu hansı cümlələrə aiddir? Çox qrammatik xırdalığa girmək istəmirəm ki, beynimiz qarışmasın, amma indi məcburam, çünki 50-ci test hər iki zamanı qatışıq verib. Deməli, bu cümlə uşaqlar tabeli mürəkkəb deyil, tabesiz mürəkkəb cümlədir. Yəni, cümlənin hissələri bir-birindən asılı deyil. Bayaqdan dediklərimiz when'dir, as soon as, until, before, after, bunlar tabeli mürəkkəb cümlənin hissələridir. Yəni, budaq cümlə yaradan bağlayıcılardır. Amma bu isə and'dir, but'dır, so'dur. Bunlar tabesiz mürəkkəb cümlənin hissələridir. Therefore, so, though və zo yox. Aha. Bunlar, ona görə də bu cümlələrlə biz deməli, cümlənin bir tərəfində zamana baxacağıq. Yəni, bir tərəfi ola bilər ki, indiki sadə zamanda olsun, digər tərəf isə zamana görə uyğunlaşdırırıq keçmiş sadə zamanda. Bax, Susan'ın xasiyyəti nədir? Susan'ın xasiyyəti odur ki, sən demə, Susan neyinir? Usually
Yeməyini tək yeyir. Xasiyyəti budur. Hansıdır? Usually-yə görə mən hansı zamanı seçəcəm? İndiki sadə zamanı. İndiki sadə zamanı axtarıram. Y variantında mübtədamız tək olduğuna görə həv ola bilməz. Həz olmalıdır. Ya A variantıdır, ya C variantında. Amma dünənləri hansı zamanda keçmiş sadə? A-da da keçmiş sadədir, C-də də keçmiş sadədir. Bəs mən bunu hardan seçəcəm uşaqlar? Uşaqlar, cümlənin birinci tərəfi təsdiqdədirsə, but varsa ziddiyyət yaradır da, düzdür, kontrast yaradır. Bir-birinə zidd olan fikir. Yəni, birinci tərəf təsdiqdədirsə, ikinci tərəfimizi inkarda verəcəyik. Və yaxud da birinci tərəfi inkarda vermişəmsə, but varsa ikinci tərəfi təsdiqdə verəcəm, okey? Ondan görə də mən A-nı seçirəm. Yəni, müəyyən qaydalar, bu qaydaları əzbərləsəz, yəni sizin üçün asıl olacaq. Yenə də, usually hansı zamandır? İndiki sadə zaman. Toçnu yuxarıdakı test kimi. İndiki sadə zaman mübtədamız təkdədir və biz indiki sadə zamanı axtarırıq və mübtədamız təkdə olan və ikinci tərəf dedik ki, uşaqlar ziddiyyət olmalıdır. Ziddiyyətimiz nədir? Batdan sonra inkarı verməsələr də, amma ziddiyyəti cümlədə var. Bir tərəfdə səhər, bir tərəfdə isə axşam. Ziddiyyət var. Ona görə də cavabımız Y variantı. Zaten digərlərində birinci tərəfdə bizdə usually sadə zamanda olmalıydı, digərləri yoxdur. Yəni bir tərəfdə mütləq cümlənin bir tərəfində ziddiyyət, cümlələr iki batın birləşdirdiyi cümlələrdə bir-birinə zidd fikir yaranmalıdır. Okay? Yesterday hansı zamandır? Keçmiş sadə zamandır. Bizə də keçmiş sadə zaman lazımdır. O da Y variantındadır. Sonra cümlənin while'dan sonra gələn cümlənin ikinci tərəfi sadə zaman, keçmiş sadə zaman olduğuna görə bizə keçmişlə bağlı zaman lazımdır. D-ni nəyə görə seçdim? Çünki D-dən sonra gələn feil dedik ki, özünün ilkin versiyasında olmalıdır. Yəni, və qaldıq biz C ilə və B arasında. Mən hardan seçəcəm bunu? Əgər mən C-ni seçsəm, were anyone calling while I was out? Kimsə dayanmadan zəng eləyirdi mən çöldə olanda. Məna biraz belə qəribə çıxır. Yəni uyğun gəlmir də mənası. Ona görə də bizə B variantı mənaca daha uyğun. Burada tərcümə artıq lazımdır uşaqlar siz üçün B variantı. Yəni çıxdaşlıqdan bir yana mənanı başa düşməlisiniz ki, nəyə görə B variantını seçirsiniz. Okay. Sonra since hansı zamandan işlənir? İndiki bitmiş zamandan və yeni nəyə görə seçmirəm? Z ilə have işlənir. Həz yox. Çünki Z cəm mübtədadır. Və burada qalırıq biz B və C variantında. Burada da baxırıq ki, cümlədə artıq inkarlıq var. Düzdür? İngilis qaydasına görə iki inkar bir cümlədə ola bilməz. Ona görə də C-ni çıxırıq. B variantı. And varsa hər iki tərəf eyni zamanda olmalıdır. Baxırıq, bir tərəf bitmiş zaman, ikinci tərəf keçmiş, uyğun gəlmir. B variantında uşaqlar hər iki tərəf keçmiş sadə zamandadır, uyğun gəlir. C variantında bir tərəf keçmiş, bir tərəf bitmiş, uyğun gəlmir. D variantında da keçmiş və bitmiş, gələcək və bitmiş uyğun gəlmir. Y variantında da and the match start. Y variantında da mənaca uyğun gəlmir uşaqlar. Fanatlar stadiona çatırlar və oyun başlayır. Yəni, sanki belə bir qayda var. Ola bilsin ki, fanatlar heç stadiona çatmadan da oyun başlaya bilər. Bəlkə yolda bəziləri ilişib qalıb və Z burada xüsusiləşdirdiyinə görə bu artıq
Z xüsusiləşdirdiyinə görə bu o deməkdir ki, bu konkret fanatlardan və konkret oyundan gedir söhbət. Yəni burada ümumi danışılmır. Ümumi danışılmırsa Y-nin dəxli yoxdur. Konkret o oyundan gedir söhbət. When özündən sonra sadə zaman istəyir və biz özündən sonra dedik ki, will istifadə oluna bilməz. B və Y qalır. Əgər bir tərəf keçmişdədirsə, ikinci tərəf bitmiş ola bilməz. Ona görə B çıxır, cavabımız Y variantı. Yəni hər iki tərəf keçmiş zamanda. Biri keçmiş sadə zamanda, biri keçmiş davamıcı zamanda. While keçmişdəki iki hərəkətin paralel olduğunu göstərir, paralel baş verdiyini göstərir. Bitmiş zamandan keçmiş sadə zaman gelmir, keçmiş stajı davamıcı zaman. Keçmiş sadə zaman, indiki sadə zaman keçmiş sadə zaman uyğun getmir. Keçmiş davam edəcək, indiki bitmiş uyğun getmir. Paralel baş verdiyinə görə bu da uyğun getmir. Yəni keçmişlə indiki cavabımız Y variantı. İkisi də keçmiş davamıcı zamanda. Okay. Və sonra yenə də while keçmişdəki paralel hərəkətlərə baxırıq ki, Y variantında ikisi də keçmiş davamıcıda gedir. When-ə görə seçəcəyik uşaqlar. When-dən sonra gələn zamanımız will olmamalıdır. Okay? 3-dən 5-i dərhal çıxıram. When-dən sonra sadə zaman gəlməlidir və görürəm ki, burada da sadə zamandır. Burada da sadə zamandır, burada da sadə zaman veriblər. Onda birinci tərəfə baxıram. Birinci tərəfdə they will go uyğun gəlir. Çünki when-dən sonra sadə zamandırsa, ondan digər zaman forması gələcək ola bilər. Bir düzdür. Aha. 2. Keçmişdə ardıcıl hərəkətlər. 2 də düzdür. Keçmişdə ardıcıl hərəkətlər keçmiş sadə zamanda verilir. Okay, 2 də düzdür. 4-də isə uşaqlar birinci tərəfi gələcəkdə verib, ikinci tərəfi keçmişdə. Heç dəxli yoxdur. Belə bir şey mümkün deyil. Cavabımız 1-2 A variantı. Yenə də when-dən sonra gələn zaman dedik ki, keçmiş gələcək zaman ola bilməz. Sadə zamanlar olmalıdır. Bizdə də 3 dənə variant var sadə zamanda. İndi qalırıq birinci tərəfə baxırıq. Birinci tərəfdə 2 uyğundur, 1 uyğundur. Niyə? Çünki ikisi də keçmiş sadədə. Bir tərəf gələcək zamanda, digər tərəf indiki sadə zamanda. Alan himself goes downstairs. Will go downstairs. Aha. Went downstairs when he heard a knock at the door. Will go downstairs when he hears. 5 də uyğundur uşaqlar. Yəni xasiyyəti budur ki, Alan deməli özü aşağı düşəcək və nə vaxt ki o deməli qapıda taqqıltı eşidəndə, qapının döyülməyini eşidəndə özü aşağı düşəcək. Yəni düşəcək də deyə bilərik, düşür də deyə bilərik. Xasiyyəti budur. Okay? 1, 2, 5. Cavabımız Y variantı. When-dən sonra gələn zamanımız sadə zaman olmalıdır. B və C-ni çıxırıq. He, deməli, keçmişdə bir tərəf deməli, A variantında uşaqlar, he-dən sonra gələn feilimiz təkdə olmalıydı. Ona görə A da səhvdir. Xəbərimizi cəmdə veriblər ikinci tərəfdə. Sonra D variantında zamanlar uzlaşır. İkisi də düzdür. C variantında isə bir tərəfi keçmişdə verib, digər tərəfi isə bitmişdə verib. Amma burada hər hansı bitmişlə bağlı zaman zərfi istifadə edilməyib. Ona görə də Y də səhvdir. Sonra when yenə də when-dən sonra gələn zamanımız deməli sadə zaman olmalıydı. Davamıcı zaman veriblər, davamıcı zaman veriblər. Sonra mother mübtədamız təkdədir.
Ona görə xəbərimiz də təkdə olmalıdır. İkinci tərəf görürük, təkdə deyil, cəmdə veriblər. B-də çıxırıq. Bizə qalır D və Y variantı. Deməli, cümlənin bir tərəfini bitmişdə verib, amma bitmişlə bağlı hər hansı bir burada göstərici yoxdur da. Cümləmizdə zaman zərfi yoxdur. D-də çıxır, cavabımız Y variantı. Yenə də V-dən sonra uşaqlar biz sadə zamanları seçməliyik. Bunları çıxdıq. Deməli, indi baxırıq. Bir tərəf indiki zamanda verilib, A variantı indiki, digər tərəf keçmişdə zamanlar uzlaşmır. Cavabımız Y variantı. Zamanlar uzlaşır. Keçmiş davam necə? Keçmiş sadə. Aha. V-dən sonra gələn zamana artıq işimiz asanlaşdı. Keçmiş zamanda veriblər. Deməli, digər tərəfdə keçmişlə bağlı olmalıdır. Biz keçmiş olmayanları çıxdıq və baxırıq ki, mübtədamız burada cəmdədir. Bizə də cəm olan mübtəda lazımdır. O da A variantıdır. Y-də was təklərlə işlənir. Və üzr istəyirəm uşaqlar. 65-ə baxırıq. Lastdır. Deməli, keçmiş sadə zaman olmalıdır. Digər zamanları çıxırıq. Bizə A və D qalır, A və Y qalır. Y variantında uşaqlar diddən sonra gələn fe'limiz məstərdə olmalıdır. Ona görə də A variantı düz variantdır. Yenə keçmiş sadə zamanda biz digərlərini çıxırıq. B-dən niyə? Diddən sonra gələn fe'limizi yenə şəkilçi ilə veriblər. Olmaz. Fe'limiz öz əmək vəziyyətində olmalıdır. Gələcək sadə zamandır və bizə A variantı digərlərə uyğun gəlmir. Gələcək ilə bağlı lazımdır. Tomorrow gələcək sadə zamandır və daje. Aha. Gələcək sadə zamandır və biz Y variantını seçirik. Digərləri uyğun gəlmir. Deməli uşaqlar dedik ki, bayaqlara as soon as, before, last, until, after və s. when, if bunlardan sonra əgər cümlənin bir tərəfində gələcək zaman varsa, bu bağlayıcılardan sonra gələn zaman indiki sadə zamanda olmalıdır. Burada isə B və Y indiki sadə zamandadır. Mübtədamız təkdədir, ona görə də bizə tək mübtəda lazımdır. Zamanımız keçmiş sadə zamandır, last week. Okay. Biz keçmiş sadə zamandan işlənəni tapacağıq. A və D uyğundur. İkinci tərəfə baxırıq. Usually var, deməli, indiki sadə zamandır. İndiki sadə zamandan da biz D variantı. When-dən sonra gələn zamana baxırıq. Reached, deməli, keçmiş sadədir. Biz indiki gələcəklə bağlı olan zamanları çıxırıq. Cavabımız Y variantı. Xasiyyətidir, usually, adət halını alıb. Habitual action, yəni təkrar baş verən. Biz keçmişləri silirik və bizə qalır indiki sadə zaman istifadə etməliyik. A və C variantı. Və Mike xəbərimiz təkdə olduğuna görə bizə təklə, mübtədamız təkdə olduğuna görə bizə tək xəbər lazımdır. C variantı. Sonra if bağlayıcısı var və dedik ki, ifdən sonra gələn zaman, əgər cümlənin digər hissəsində gələcəkdirsə, ifdən sonraki gələn zaman indiki sadə zamanda olmalıdır. Ya D-dir, ya da Y-dir. Mübtədəyə baxıraq dərhal. Mübtədamız təkdədir. Deməli, bizə Y variantı. Tək xəbər. Ago, keçmiş sadə zaman. Biz keçmiş sadə zamana dərhal axtarırıq və görürük ki, bizə B və D, C variantı qaldı. Amma indi, today və görürük ki, indiki zamandır. Və biz B variantını seçirik. Çünki itlə become uyğun gəlmir, uzlaşmır. Becomes, məsələn. Amma mənaca it has become today, it has become a dead language. B variantı uyğun gəlir. Sonra 75-ə baxırıq. When özündən sonra sadə zaman istəyir və biz sadə olmayan zamanları çıxırıq. Yəni, ya indiki, ya keçmiş.
Ondan sonra baxırıq ki, people deməli, bu tərəfdə də bizə nə lazımdır? Bitmiş olmuş və zamanlar uzlaşmalıdır. Bir tərəf keçmişdə, bir tərəf indikdə ola bilməz. Y də çıxdı. Cavabımız B variantı. Deməli, V-dən sonra gələn zamanımız keçmiş sadədir. Deməli, digər tərəfdə keçmişlə bağlı zaman olmalıdır. Və used ifadəsi uşaqlar özündən sonra to ilə istifadə olunur. Okay? I used to. I didn't use. Burada d artıqdır. A da çıxdı. Cavabımız D variantı. I used. Yox. Uşaqlar, burada birinci səhvən silmişəm. I'm sorry. I used to. Cavabımız C variantı. Onu səhvən avtomatik silmişəm. Cavabımız C variantı. I used keçmiş sadə zaman. Okay. Keçmiş sadə zaman ondan sonra bizə də birinci tərəfdə də keçmiş zaman lazımdır. Didn't-dan sonra gələn used 2 dənə keçmiş, didn't-dan sonra fe'l öz əvvəlki vəziyyətinə qayıtmalıydı. A səhvdir. D uyğun gəlir. Yox, D uyğun gəlmir. Niyə? Çünki to olmalıydı. D-ni də çıxırıq. Y uyğun gələ bilər, amma to olmalıydı. Bu da çıxdı. C variantı. Used to. 10 yaşım olanda yenə də eyni şey uşaqlar. A variantı uyğun gəlir. D variantında to çatışmır, getdi. Burada da ifadə used to-dur. B variantda səhvdir. Didn't use to. Bu da səhvdir. To çatışmır. Burada isə D artıqdır. Okay. Keçmiş sadə zaman. Bizə yenə keçmiş zaman lazımdır. Keçmiş zaman. İndikləri çıxırıq və qalır C, D, B. C, B, D variantları. İndi görək, diddən sonra fe'l öz əvvəlki vəziyyətində qalmalıydı. Bu çıxdı. Diddən sonra fe'l öz əvvəlki vəziyyətində qalmalıydı. Bu da çıxdı. Cavabımız B variantı. Yenə də uşaqlar, cümlənin bir tərəfi gələcək zamandadırsa, will, if, before, after və s. bağlayıcılar varsa, ikinci tərəf indiki sadə zamanda olmalıdır. Cavabımız A variantı. Digərləri uyğun gəlmir. D də ola bilərdi, amma D niyə uyğun gəlmir? Çünki mübtədamız Tomdur və xəbərimiz Tomla uzlaşmalıdır. Mübtədamız təkdədir, xəbərimiz də təkdə olmalıdır. Yenə də if və will var. Bizə indiki sadə zaman lazımdır. Və D və Y qalır. He isə özündən sonra xəbəri təkdə tələb edir. Ona görə D çıxır. Cavabımız Y variantı. Yenə də if, will, if-dən sonra indiki sadə zaman və Nick mübtədamız təkdə olduğuna görə xəbərimiz də təkdə olmalıdır. Yenə də will, if bir tərəf gələcəkdirsə, digər tərəf sadə zamanda olmalıdır. Digərlərin çıxırıq, sadə zamanları axtarırıq və mübtədamız təkdə olduğuna görə she xəbərimiz də təkdə olmalıdır. Cavabımız C variantı. Yenə də if və will, biz isə sadə zaman lazımdır. Cavabımız C variantı. Mübtəda ilə də uyğundur. You fly. (85-ə baxırıq uşaqlar. If you, yenə də if özündən sonra dedik ki, sadə zamanlar tələb eləyir. Biz gələcəkləri çıxırıq. Və bir tərəf keçmişdə olub, digər tərəf gələcək, bir tərəf gələcəkdə, digər tərəf keçmişdə uyğun gəlmir. Cavabımız E variantı. Zamanlar mütləq uzlaşmalıdır. Bir tərəf if-lə, digər tərəf də yenə də if-dən sonra gələn zamanımız gələcək ola bilməz. Onları çıxdıq. Sonra gələcəklə keçmiş, indiki ilə keçmiş uyğun gəlmir. Və yaxud da you have, bu da uyğun gəlmir. Yəni zamanlar uzlaşmalıdır da uşaqlar. Bir tərəf sadə zaman, digər tərəf isə gələcək zaman. Okay?
Bu want, will not-ın qısaldılmasıdır. Gələcək sadə zaman. Okay. Sonra yenə də iflidir. Uşaqlar, ifdən sonra gələnlər, gələcəklərin hamısını silirik. Bunlar getdi. Deməli, bir tərəf keçmiş zaman, bir tərəf indiki zaman uyğun gəlmir. Zamanlar mütləq uzlaşmalıdır. Cavabımız B variantı. Yəni, bir tərəf gələcəkdir, bir tərəf indikidir. Okay, if yenə də ifdən sonraki gələcək zamanların silirik və yenə də zamanların uzlaşmağına baxırıq ki, B variantında bir tərəf gələcək, bir tərəf keçmiş uyğun gəlmir. A variantında problem nədir? Bizim otağımız mübtəda təkidədir və xəbərimiz cəmdə verilib. Onu da sildim. Cavabımız D variantı qalır bizə. Yenə də ifli cümlədə uşaqlar, ifdən sonra gələn gələcəkləri dərhal silirik. Ondan sonra mübtədamız təkdədir bizə. Okay. B variantı uyğun gəlmir. Niyə? Keçmişlə indiki uzlaşmır, getdi. Yəni tabeli bu mürəkkəb cümlədir də, yəni budaq cümlələrdir. Bu ifli, whenli, as soon as'li cümlələr budaq cümlələrdir. Yəni mütləq orada zamanları uzlaşdırmalıyıq. Okay. Sonra always-ə baxırıq. Always insanların adətidir də həmişə. People-da cəmdədir. Ona görə də xəbər mütləq cəmdə olmalıdır. Təkdə yox, A variantı. Yenə ifli cümlədir. Ifdən sonra gələn gələcəkləri silirik. İfdən sonra gələcək zaman gələ bilməz. Birinci isə gələcəkləri silirik. Deməli, bizə qalır sadə zamanlar ACD və A variantında görürük ki, zamanlar pozulub. Sonra mübtədamıza baxırıq. Mübtədamız you hər iki tərəfdə. Bizə mübtədamız cəmdə olduğuna görə, yəni you-nu cəm kimi götürürük də ingilis dilində. Cəmdə olduğuna görə xəbərimiz təkdə ola bilməz. C variantında xəbərimiz təkdədir. Ona görə D variantı. Sonra yenə ifli cümlədir uşaqlar. İfdən sonra gələcək zamanların hamısını silirik. Və sonra keçmişlə gələcək uzlaşmır, onu da sildik. Keçmişlə indikidə uzlaşmır, onu da sildik. Cavabımız D variantı. Yenə ifli cümlədə uşaqlar willləri silirik. Ifdən sonra will gələ bilməz. Sonra biz keçmişlə indikini də silirik. Keçmiş, indiki, yenə bunu da silirik. Zaman uzlaşmalıdır. A variantı. İfdən sonra gələn zamanımızı, birinci zamanı, willləri silirik. Gələcək zaman ola bilməz. Ondan sonra baxırıq ki, nə lazımdır? Keçmişlə gələcək. İndiki uzlaşmır. Və indi baxırıq burada D və Y variantı. D variantında problem nədir uşaqlar? Friend mübtədamız təkdədir, xəbərimiz isə cəmdə. Ona görə D uyğun gəlmir. Cavabımız Y variantı. 94-ə baxırıq. Yenə ifli cümlədir. Ifdən sonra gələn gələcəkləri will not-ın qısaldılmasıdır. Silirik. Okay. Bunları sildik. Sonra indiki zamanla keçmiş zaman biri ola bilməz. Bunu da sildik. Sonra Y variantında problem nədir? Didn't prepare. Didn't-dən sonra feilimiz öz əvvəlki vəziyyətində olmalıydı. Bu da F-dir. Cavabımız B variantı. If-dən sonra dedik ki, gələcək ola bilməz. Gələcəyi sildik. Qaldı bunlar. Keçmişlə indiki ola bilməz. Bunu silirik. Sonra keçmişlə indiki bir uyğun gəlmir. Ona görə də cavabımız C və Y variantı qaldı. Və keçmişlə gələcək də ola bilməz. Cavabımız C variantı. Bir tərəf cümlədə gələcəkdədirsə və if varsa, ifdən sonraki mütləq indiki sadə zamanda olmalıdır. Biz digər zamanları silirik. İndiki sadə zaman A və yaxud da C-dir. U özündən sonra gələn xəbəri cəmdə tələb edir. C variantı. A variantı tək xəbərdir. Next month bir tərəf mütləq gələcək zamandadır. Okay. Mütləq gələcək zaman. If-dən sonra isə sadə zaman. Okay. If-dən sonra sadə zaman. Bizə qalır B və C variantı. He təkdə olduğuna görə baxırıq ki, tək mübtəda hardadır? B variantında. Cavabımız B variantı. Yenə uşaqlar ifli cümlədir. If-dən sonra gələn gələcək zamanı sildik. Sonra yenə baxırıq ki, cümlədə bir tərəfdə tək verilib, keçmiş verilib, bir tərəfdə indiki uyğun gəlmir.
Sonra görək başqa nə uyğun gəlir. Başqa your friend will translate if you. You-dan sonra gələnə baxırıq. You xəbəri təkdə tələb eləyir, cəmdə tələb eləyir. Bu təkdədir, bu da çıxdı. Sonra your friend xəbəri təkdə tələb eləyir. Burada isə cəmdədir, Y-də çıxdı. Cavabımız D variantı. Sonra yenə ifli cümlədə uşaqlar, ifə nə çox yer ayırıblar. İfli cümlədə uşaqlar, ifdən sonra gələn gələcək zamanları və yaxud da bitmiş zamanları çıxırıq. Görürük ki, elə bir şey yoxdur. Aha, indi isə seçməklə. İndiki keçmişlə gələcək uzlaşmış sildik. C variantı uyğundur. Bir tərəf ifdən sonraki indiki sadə zamanda, digər tərəf isə gələcək zamanda. D-də hər şey uyğundur. Y-də problem nədir uşaqlar? İkinci tərəfdə mübtədamız təkdədir, xəbərimiz də təkdə olmalıydı. Yəni S çatışmır. Çıxdıq. B variantında problem nədir? Mübtədamız təkdədir, xəbərimiz də təkdə olmalıydı. Has. B variantında ona görə çıxdıq. D variantında problem isə bir tərəfi indiki də verib, ikinci tərəf isə keçmişdə. Zamanlar uzlaşmalıdır. Budaq cümlələrdə zamanlar uzlaşmalıdır. Sonra if yenə də. Ifdən sonra gələcək zaman görürük ki, yoxdur bu cümlələrdə. İndi yenə çıxmaqla. Milyonlarla quş. Deməli, biz zamanları uzlaşdırmalıyıq da. Birds, uşaqlar. Cəmdədir, yəni millions da cəmdədir. Ona görə də biz deməli mübtədamızı cəmdə veririk. A-da xəbərimizi cəmdə, mübtədamız cəmdə olduğumuza görə xəbər də cəmdə olmalıdır. A-da xəbər təkdədir. Sonra bitmiş zaman ifli cümlələrdə adətən olmur. Yəni ifli cümlələrdə bitmiş zaman adətən conditionaldır. Yəni şərt budaq necə deyim, conditional cümlələrdə olur. Hələ ki burada rastlaşmamışıq. Sonra millions of words shall-lə işlənmir. Bunu da çıxırıq. Ondan sonra davamlıcı zamanda işlənmir. Yəni bir tərəf davamlıcı, bir tərəfdə elə bil ki, keçmişdə verilib. Uyğun gəlmir. Cavabımız D variantı. Yenə ifli cümlədə ifdən sonra will-i işlədə bilmərik. Onları çıxdıq. Deməli, birinci tərəf mübtədamız təkdə, ikinci tərəfdə təkdə. Bizə xəbəri tək lazımdır. A-da birinci tərəfin xəbəri təkdədir, ikinci tərəfi isə cəmdə veriblər. A çıxdı. B-də B uyğundur uşaqlar. Birinci tərəfi keçmiş sadədə, gələcək sadədə verib, ikinci tərəfdə mübtəda ilə xəbər uzlaşır. Begins, okay. D variantında problem nədir? D variantında mübtədamız təkdə olduğuna görə xəbərimiz də mütləq hər iki tərəfdə təkdə olmalıydı. D ona görə səhvdir. Yenə ifli cümlədə uşaqlar gələcək zamanı, ifdən sonra gələn gələcək zamanı çıxırıq və mübtədamıza baxırıq ki, hər iki tərəfdə mübtədamız təkdir. Biz ona görə tək mübtəda axtarırıq və keçmişlə gələcək uzlaşmır. Bizə keçmişlə indiki də uzlaşmır, ona görə də C variantı uyğun gəlir. 103-ə baxırıq. Aha, artıq burada bizə kömək ediblər və ifdən sonra indiki sadə zamanı veriblər. Digər tərəf ya indiki sadə zaman olacaq, ya da gələcək sadə zaman olacaq. Keçmiş davam edəcək, bitmiş zaman bunlar olmayacaq. Keçmiş zamanlar yox, cavabımız C variantı. Yenə də ifdən sonra sağ olsunlar bizə kömək ediblər, indiki sadə zamanı veriblər. Digər tərəf onda ya indiki sadə zaman olacaq, ya da deməli gələcək zaman olacaq. İndiki sadə zamanları axtarırıq. Shall ümumiyyətcə dəxli yoxdur. Biz begin ola bilərdi, amma begins olsaydı. Çünki mübtədamız təkdədir, xəbərimiz də təkdə olmalıdır. C variantı səhvdir, cavabımız D variantı. İfli cümlədə özündən sonra gələcək istəmir. Biz gələcəkləri çıxdıq. Aha. Digər tərəfə isə görürük ki, nə verib? Gələcək zamanda verib. Gələcək sağ olsunlar bizə kömək ediblər. Gələcək zamanda veriblərsə bir tərəfə ifdən sonra gələn zaman indiki sadə zamanda olmalıdır. Ya D-dir, ya da Y-dir. Amma mən nəyə görə Y-ni seçmirəm? Çünki it var, it də don't-la işlənmir, doesn't-la işlənir. Cavabımız D variantı.
106-ya baxırıq. Mr. Green if. Mr. Green ifdən sonra gələcək zaman varsa görək, onları biz çıxırıq, görürük ki, yox, aha, ancaq Y variantındadır. Sonra nəyə baxırıq? Zamanların uzlaşmasına. Gəlin görək, B variantında, A variantında zamanlar uzlaşmır, A variantında da. Bir tərəf keçmiş zaman, digər tərəf indiki zaman uzlaşmır. B variantında bir tərəf gələcək zaman, digər tərəf. Bax, cümləyi heç oxumuram, zamanların uzlaşmasına baxıram. Bir tərəf gələcək zaman, bir tərəf keçmiş zaman uzlaşmır, çıxıram. Bir tərəf gələcək sadə zaman, digər tərəf indiki sadə zaman. Ifdən sonra indiki sadə zaman, digər tərəf isə gələcək. C uyğun gəlir uşaqlar, D də uyğun gəlir. Okay? Çünki dedik ki, ifdən sonra sadə zaman olursa, digər tərəfdə də gələcək zaman ola bilər. Amma indi buradan məniyə baxacağıq. Mr. Green təyyarəyə çatmayacaq əgər taksi tutmasa. Mr. Green təyyarəyə çatmayacaq əgər taksi tutsa. Məna cavabı uyğun gəlir. Əgər taksi tutmasa. Deməli C variantı. Okay? Biraz söz ehtiyatı, biraz bunlar lazımdır. Yəni görürsünüz, çıxdaşla alınmır. Mütləq tərcüməyə fikir verirsiniz. Yenə ifdən sonra gələn zamanımızı, gələcək zaman olmayacaq. C variantını dərhal çıxırıq. Ondan sonra nəyə baxırıq? Zamanların uzlaşmasına. İndi ilə keçmiş uzlaşmır. Gələcək ilə keçmiş uzlaşmır. Qaldı bizə D ilə Y variantı. Okay? Və baxırıq ki, mübtədamız təkdədir. Mübtədamız təkdədirsə, bizə xəbərimiz də təkdə olmalıdır da, S olmalıdır burada. Düzdür? Ona görə də bunu çıxdıq. Bizə nə qaldı? Y variantı. Bir tərəf gələcək zaman, ifdən sonra isə gələn zamanımız indiki sadə zaman və xəbərimizlə, mübtədamızla da xəbər uzlaşır. Yenə də ifdən sonra gələcək zamanları biz nə edirik? Ay uşaqlar, çıxırıq. Ondan sonra nəyə baxırıq? Baxırıq ki, zamanlar uzlaşmalıdır. A variantında uzlaşır. Bir tərəf gələcək zaman, ifdən sonra sadə zaman, okey, A uzlaşır. Mübtədamız cəmdədir, xəbərimiz də cəmdədir. C variantında bir tərəf gələcək, digər tərəf keçmiş uzlaşmır. D variantında uşaqlar problem nədir? U ilə xəbərimizi təkdə verib olmaz. Y variantında da uşaqlar sadə indiki ilə keçmiş uyğun gəlmir. A variantı. Sonra yenə ifdən sonra gələn zamanlarımızı bezliyik, ifdən gələcək zamanı silirik. Bizə nə qaldı? Digər variantlara baxmaq, görək. A variantında uyğundur. İfdən sonra gələn zaman sadədir, digər zaman isə gələcək sadə zaman. Okey, yaxşı. Y variantında bir tərəf keçmişdə verilib, digər tərəf indikdə getdi. B variantında bir tərəf indikdə, bir tərəf keçmişdə getdi. D variantında da keçmiş və indiki uyğun gəlmir. A variantı. Yenə də ifdən sonra gələn zamanımızı ikinci tərəfi gələcək olmayacaq. Gələcəkləri silirik. Okay. Və yenə də zamanların uzlaşmasına, budaq cümlə olduğuna görə zaman uzlaşmasına baxırıq. Keçmişlə indikini verib uzlaşmır. Və baxırıq ki, C variantında şi mübtədamız təkdədirsə, xəbərimiz də təkdə olmalıdır. Düzdür? Ona görə də C variantı da çıxdı. Cavabımız Y variantı. Bir tərəf keçmiş gələcək sadə zaman, digər isə indiki sadə zaman, ifdən sonraki indiki sadə zaman. Okay? Və last year keçmiş sadə zaman, Allaha şükür ifdən canımız deyəsə qutardı. Keçmiş sadə zaman və əndə görə zamanlar uzlaşmalıdır da. Yəni ikisi də sadə zamanda ola. Yox. Burada da since var, bitmiş olacaq. Okay? Bir tərəf keçmiş sadə zaman və tabisiz mürəkkəb cümlədir deyənə bir tərəf zamanlara baxırıq. Last sadə zaman olacaq. Keçmiş sadə zaman. Biz keçmişi axtarırıq. B və D qalır. İkinci tərəf isə since var. Ona görə də nədir? Bitmiş zaman olacaq. Bizdə B variantı qalır. Sonra after indi veriblər uşaqlar. Afterla indi bizim önümüzə oturacaqlar. Ifdən qutardılar, after'a keçiblər buna mı? Deməli uşaqlar, after'da iflə eyni şeydir. After'dan sonra biz gələcək zaman işlətməyəcəyik.
Bunu çıxdıq. Bitmiş zaman. Yox, bitmiş zaman ola bilər. Sorry. Okay. Getdi. Bir tərəf gələcək zaman, digər tərəf sadə ola bilər. Bu bir getdi, bir uyğun. Keçmişlə indiki uzlaşmış, getdi. They has joined after. Bitmişlə indiki ilə, yəni keçmiş uyğun getmir. 3-1-3 uyğun gəlir D variantı. Zamanlar uzlaşır. Keçmiş sadə, gələcək sadə və indiki sadə. Okay. Yenə də afterdan sonra gələcək zamanları çıxırıq. Ondan sonra nədir? Baxırıq ki, zamanların uzlaşmasına. İkincidə will become bir uyğundur. Zamanlar bir tərəf gələcək sadə, digər afterdan sonra isə indiki sadə. Zaman uzlaşır. İkincidə indiki sadə, keçmiş sadə uyğun gəlmir. 3 uyğun gəlir, zamanlar uzlaşır. Keçmiş sadəyə hər ikisi. 5 uyğun gəlmir. Niyə? Çünki keçmiş zamanla indiki zaman uzlaşmır. 1-3. Cavabımız D variantı. Zamanların nəyə baxacağıq? Uşaqlar, gəlin birinci zamanlara, uyğun gəlməyən zamanları çıxaq. A-da uyğun gəlirlər, saxlayırıq. B-də uyğun gəlirlər, okey, saxlayırıq. C-yə baxırıq, uyğun gəlmirlər. Keçmiş sadə, indiki uyğun gəlmir. İndiki ilə keçmiş uyğun gəlmir. Y-də də uyğun gəlir. İndi nəyə baxacağıq? Money-yə baxacağıq. Xəbərimiz təkdədir. Mübtədamız money sayılmayan isimdir və cəmi çıxdıq. Cəmidə çıxdıq. Okay. Və indi bizə nə lazımdır? Məniyə fikir edəcəyik uşaqlar burada. Niyə? Çünki məchul növdədir. By sözünü var. By sözünü varsa məchul növdədir və cavabımız Y variantı. Məchul necə düzəlir? To be, üstə gəl, fe'li sifət 2 və yaxud da past participle. Okay. Cavabımız Y variantı. Yenə afterdan sonra gələn gələcək zamanları biz dərhal yox eləyirik. Cavabımız A və C variantı qaldı. Və C variantında görürük ki, gələcəklə keçmişi veriblər. Uyğun gəlmir. Cavabımız A variantı. Yenə when-dən sonra gələcək zamanları silirik. Bitmiş zamanları silirik. İndiki bitmişlə keçmiş sadə ola bilməz. Cavabımız 3 və 5 uyğun gəlir uşaqlar. Çünki davam edici zamanlar uzlaşır, yəni uşaqlar. Keçmiş, gələcək sadə, indiki sadə. Zamanlar uzlaşır. 3-5 Y variantı. Yenə və-dən sonra gələn bitmiş zamanları silirik. Bitmişdir. Gələcək də varsa gələcək, amma görürük gələcək yoxdur. Bitmiş zamanla, indiki yəni zamanla keçmiş zaman uzlaşmır. 2-də getdi. 3 ilə 4-də isə baxaq. Keçmiş uzlaşır 3. Gələcək sadə, indiki sadə 4 uyğundur. B variantı. Yenə when-dən sonra gələn bitmiş zamanı silirik. Gələcək zaman görək varmı? Gələcək zamanı da silək. Gələcəyi də sildik. Okay. İndi ifadələrə baxırıq. He used, keçmişdən indiki uyğun gəlmir. Getdi. Görək o birində nə var? Görək nə isə çıxdış eləyə bilərəmmi? C variantı uyğun gəlir. When was, ikisi də keçmiş sadədir. Used to qaydasında istifadə olunub. Digərində isə görək. Didn't use to olmalıydı. To-nu verməyiblər. Y-də də o səhvdir. 119-a baxırıq uşaqlar. Burada nə edəcəyik? Yenə zamanların uzlaşması ilə baxaq da. Was zamanlar uzlaşır, amma saxlayaq hələ. Görək, digərində B variantında. Was-la is uzlaşmır, am-la was uzlaşmır. Yenə də əmlə keçmiş zaman uzlaşmır.
homework, but my sister. Aha. D variantında problem nədir uşaqlar? Mübtədamız təkdədir və əgər D variantını seçəsi olsaydıq, burada xəbərimiz də təkdə olmalıydı, amma xəbərimiz cəmdədir. Ona görə də cavabımız A variantı. Yenə də zaman uzlaşmasına baxırıq. Was am uyğun gəlmir, is was uyğun gəlmir, was were uyğun gəlir, was uyğun gəlir zamanlar baxımından. Read am görək. Amma while she ilə read ola bilməz, reads olmalıydı, düzdür? Bu da 7. Sonra she ilə was hər ikisində uyğun gəlir, okey. I ilə was mu olacaq yoxsa were mu olacaq? I ilə təbii ki was olacaq, D variantı. %1'ə baxırıq. Yesterday keçmiş zamandır, amma dəqiq vaxtını göstərir. Yəni ki, dünən saat 5-də. Keçmişdə dəqiq vaxtla göstərirsə, adətən biz davam edici zamanı veririk. Keçmiş, davam edici zamanı. Digərlərini çıxdıq. Və mübtədamıza baxırıq ki, Zeydi, sən demə. Mübtədamız Zeydisə, xəbərimiz də cəmdə olmalıdır. Cavabımız B variantı. Aha, yenə də birinci zamanlara çıxdaş eləyək. Görək ki, zamanlarımızda nə problem var? Variantlarına. İndiki ilə keçmiş uzlaşmır. Sonra görək. İndiki ilə keçmiş uzlaşmır. Digərlərində görək, ikisi də keçmiş. Okey, yaxşı. Suddenly, qəfil baş verən hərəkətlər uşaqlar davam edici zamana düşmür. Bax, burada davam edici hərəkətləri ola bilməz. Qəfildən baş verən hərəkətlər davam edici zamana düşmür. Onu da çıxdıq. We watch a movie when the power... Aha. Burada da Y variantında problem nədir uşaqlar? Power işıqdır, sayılmayan isimdir və xəbərimizi təkdə tələb eləyir. Amma burada go verib. Bu da səhvdir. Deməli, cavabımız C variantı. Okey, buna baxırıq. So, aha. At that momentsa həmin vaxtda keçmiş zaman olacaq, düzdür? Keçmiş zamanı axtarırıq və at that momentsa davam edici zaman olacaq. Ya C variantıdır, ya Y variantıdır. Okey? Ya C variantı, ya davam edici zamana görə. Amma yatırdısa, o həmin vaxtı yatırır, yəni o telefon zəngini eşitdi yoxsa eşitmədi? Eşitmədi. Adətən eşitməyib və yatanda Y variantı, mənaca Y variantı uyğun gəlir. Aha. While'dan sonra we were running to the school bell was... Yaxşı, gəlin zamanlarla indiki ilə keçmiş uzlaşmır, indiki ilə keçmiş getmir. Ran ring indiki ilə ya C'dir ya da D'dir. Amma baxırıq ki, while we run towards the school bell signals the end of break time. D mənaca uyğun getmir, C variantı. Yəni biz futbol meydançasına tərəf qaçırdıq ki, qaçarkən məktəbin zəngi çalırdı və 2, yəni tənəffüsü göstərməkdən ötürü C variantı. Yenə baxaq, keçmişlə indiki uyğun gəlmir, keçmişlə indiki uyğun gəlmir, keçmişlə indiki uyğun gəlmir. The teacher of mübtəda ilə ikinci tərəfin xəbəri uyğun gəlmir, is olmalıydı. Deməli də çıxdı, cavabımız C variantı. Okey. Yaxşı, digər səhifəyə keçirik. Uşaqlar yoruldum. Neçədən görək testimiz qalıb? 1 səhifə, 126 dayıqda, 2 səhifə, 3 səhifə, 4 səhifə, 5 səhifə. Ay uşaqlar yoruldum, gəlin biraz iyrəndim o testlərdən. Gəlin biraz buralardan baxaq. Tomorrow, gələcək sadə zaman. Gələcək sadə zamandırsa bizə I am going to visit. Gələcəklə bağlı, will visit. 3 də uyğundur. Visited. I am visiting. Yox. I am visiting my aunt tomorrow.
Əslində danışıqda olur. I'm going to visit, visit your visit. Okay, tələffüzdə v səsi vah yox. 2, 3, I'm visiting. Əslində uşaqlar, danışıq dilində 5-də uyğundur. Yəni ki, biz istifadə edirik də gələcək zamandan indiki davam edici zamanı. Amma sizin qrammatikaya düşmür, ona görə də 2, 3. Amma Uşaqlar, bir də mən bayaqçı cavabı verdim. okey, gələcək sadə zaman uşaqlar. Gələcək sadə zamana görürük ki, bizə 2, 3, digərləri uyğun gəlmir. Okey. Gələcəyi bildirən. Okey. Sonra this evening, bu axşam. Bu axşam. Bu uyğun gəlir. C2 uyğun gəlmir. Çünki read olsaydı həmişə həbiçi olmalıydı. 3 uyğun gəlir. B uyğun gəlmir. Baxaq. I am reading a book this evening. Yox, bu axşam. Yenə gələcək zaman 1, 3. Yenə də yəqin ki, gələcək zamandır uşaqlar. Bu getdi. Bu getdi. Gələcəyi ifadə edənlər 3 və 5. Gələcək sadə zaman 2. We have a party next Friday. Aha, ancaq 2 uyğun gəldi uşaqlar. Ay sütü. Okey. Çox güman ki, uşaqlar deyəsə sizə elə veriblər. We are having. Bəlkə veriblər. Neysə uşaqlar, yenə də this weekend yəqin ki, gələcək zaman olacaq. 2 və 5 uyğundur, digərləri uyğun getmir. 2 və 5. Burada gələcək zamanda biz digərlərin... Yəni, dediyim kimi uşaqlar, yəni İngilis bunu istifadə edir, amma qrammatika kitablarında adətən yəni sizə düşmür də bu. Ona görə 1-2 gələcək zaman olduğuna görə, planlaşdırılmış hərəkət olduğuna. 3 e-mail yazmışam. I have, already. B variantı I already have olmur. Already köməkçi feillə əsas feilin arasında olur. C-də də has-dir, did, yox. Denən. Sadə baxmaq istəyirsən? Yox, əsnəməyim şey. Əsnə də. Given uşaqlar. Given bitmiş zamandır. The coach. Mübtədamız təkdədir biz. B variantı. Digərləri uyğun gəlmir. Already has yox, has already. Yəni. Okay. Sonra my brother Clint has already D variantı. Sən də bildin? Bildin? Okay. Yanında balaca bir dənə qızcığaz var, o da deyir, mən də bildim. Yaxşı, bunu sən də görüm. This morning və water hansı zaman olacaq? Bitmiş zaman. This-lə bitmiş zaman olacaq. She, Has already. Aferin, necə bildin? Sən bu gün keçməmirsən, has already uşaqlar. Görürsünüz, bu da bildi. Mübtədamız təkdədir, xəbərimiz də təkdə olacaq və already köməkçi feildən sonra gəlir. Yaxşı. Bunu da mən deyim. Denin. Burada da has. Yox. Aynen. Aynen. Aynandırsa. Aynen hansı işlənir? A. Denən. Hansı işlənəcək aynen? Denən də? So have. Aynen have işlənəcək. Bitmiş zaman spoken. Okay. Görürsünüz. Uşaqlar. Balaca bu 6 yaşlı qız bunu, 7 yaşlı qız bunu bilirsə, 7-dir. 8 yaşlı qız bunu bilirsə. Bir də 2-ci sinif. Siz də bilərsiniz. Finished. Finishlə
Uşaqlar, yenə bitmiş zaman işlənəcək. Aha, de görüm. Z var. Burada Z ilə. varsa, Aha. bu da They just have. Yox, they just have da they have just. Yəni uşaqlar just, already, ever, never mübtəda ilə xəbərin arasında. Amma sonra da bunu göstərdim. Aferin. Ucadan deyə bilərsən. Okay. My dad bought yenə bitmiş zamanda uşaqlar. Deməli hansı zaman olacaq? Hansı zaman bu olmayacaq. Sonra Məryəm tez ol, cəld ol. Aha, Məryəm cəld ol, vaxtımız yoxdur. Have just. Axı my dad has just. Çünki my dad mübtədamız təkdədir, xəbərimiz də təkdə olacaq has. Amma və mən has just dedim, çasıb bunu just. Yaxşı. Yenə bitmiş zaman istəyir bizdən. Bu da çox asandır. We have just D variantı. Okay, yaxşı. Yenə bitmiş zaman. Aha. Yenə bitmiş zaman istəyir uşaqlar və biz hansı zamanı seçəcəyik? Have just. Yox, axı she deyil, B variantı. Mənim cəld ola, vaxtımız yoxdur. Sonra I have just completed-ə görə I have just, okay? Uşaqlar, bu sonuncu testləri yola veriblər. Sağ olsunlar. İndi mən də yeyəm. Yet var, indiki bitmiş zaman sualdır. Sualla have you olacaq və A variantı uyğundur. Çünki yetlə bitmiş zaman. Yox. Yet inkar və yaxud da sualda işlənir uşaqlar. Ona görə də D variantı, okay? We haven't. Mübtədamız cəmdədir, xəbərimiz də cəmdə. Yet bitmiş zaman istəyir və mübtədamız cəmdədirsə A variantı. Yet bitmiş zaman istəyir və mübtədamız təkdədir, xəbərimiz də tək olacaq. C variantı. D variantı niyə olmur uşaqlar? Çünki fe'limiz qaydalı fe'ldir və id ilə olmalıdır. Yenə yetdi bitmiş zaman olmalıdır və uşaqlar ayla haven't işlənir. My dad bugün 2 dəfə bu cür ifadələrlə də bitmiş zaman istifadə have called olmayacaq. Niyə? Çünki mübtədamız təkdədir. Ona görə də Y variantı. Okay, mübtədamız təkdədirsə xəbərimiz də təkdə. Yenə today uşaqlar yenə də bitmiş zaman B variantı. Niyə? Mübtədamız təkdədir. Yenə də twice today 2 dəfə bu gün. Yenə də biz oynamışıq, 2 dəfə oynamışıq. Ona görə də A variantı. We ilə A variantı. Yenə bilmədim. Yenə də bu gün uşaqlar və bizə indiki bitmiş zaman olmalıdır. She ilə isə she ilə indiki zaman ya has olacaq, ya A olacaq, ya Y variantı. Bizdə Y variantı olacaq. Niyə? A variantından sonra fe'l ikinci formada yox, üçüncü formada olmalıdır. Sonra yenə də today indiki bitmiş zaman cavabımız B variantı. Niyə D olmur? Çünki I ilə have olur, has olmur. He ilə has olacaq və biz C variantını seçirik. Çünki he ilə has olur. Y variantı ona görə olmur ki, burada fe'lin infinitive yox, üçüncü forması olmalıydı. Bu da uyğun gelmir. Have uyğun getmir. He ilə have olmur. Bunu mən Sakit. 186-ya baxırıq uşaqlar. Nə qədər qaldı? Ay canım qutarsaydı. 186-ya baxırıq. In football. I have just scored B variantı. Niyə? Burada D olmalıydı da. Bunu mən də yeyəm. Axı tez olmaq lazımdır. I have already eaten. B variantı. Bravo. I have already eaten lunch. Digərləri uyğun getmir. Çünki mübtəda cümlə quruluşu necədir? Mübtəda üstəgəl xəbər. Mübtəda üstəgəl xəbər. Düzdür? Amma bu cür have already-dir. Just da bu harda istifadə olunur? Köməkçi fe'llə. Bax bu have, has köməkçi fe'ldir. Əsas fe'lin arasında. Bax burada. Okay.
She have already finished. She ilə have olmur. Ona görə də D variantı. Okay? She has olacaq D variantı. Hə, bildim. Baxaq, twice 2 dəfə baxıblar. Bu cür ifadələrlə də bitmiş. They mübtədamız cəmdədir, xəbərimiz də cəmdə olacaq. Okay? Bitmiş zaman. Bunu mən də yeyəcəm, tez yeyəcəm. Aha. Mübtədamız təkdədir və xəbərimiz də təkdə olacaq A variantı. Böyüyəndə eləyərsən, yaxşı da qutar. Okay. Düzgün variantı for this summer we yenə də have already planned. Bitmiş zaman verəcəyik D variantı. She has just finished reading and Hansı variant olacaq? Aha, de görüm. Yox. Yox, C olacaq. Niyə? Çünki feilin sonunda da mütləq var. Biz qaydalı feildir və id olmalıdır. Qaydasıdırsa kökündən dəyişməlidir. Okay. My parents xəbərimiz cəmdədir və biz görürük ki, bunlar bitir. Just leaving for work. Have just left. Have just left. Y variantı. My parents have və feilin sonu feilimiz də 3-cü formada. Aha. We xəbərimiz cəmdədir və bizə have just learned. A variantı uyğun gəlir. Aferin. Gəldik. İyi səhifə qaldı bəlkə. Yox, görək neçədən qaldı. 3 səhifə. 1, 2, 3. Gəl indi neyniyək? Bu tərəflərə baxaq yenə. Yaxşı bura baxaq. 222 demək ki, tapış. Aha, uşaqlar, görürsünüz, axırın bitmiş zamanla yola veriblər. Ona görə də we have gone D variantı bitmiş zaman. Next month gələcək sadə zaman. Bizə gələcək sadə zamanı istifadə edin. Yəni C variantı lazımdır. My best friend and bu axşam, aha, I to var. Bizə to ilə işlənənlər lazımdır. going. B variantı are going to. I'm so I some water. Mən susamışam. Su götürəcəm. Aha. I will get some water. Yəni ani qərarlar uşaqlar. Bir dəqiqə uşaqlar. Ani qərarlar verilir. Onu gələcək sadə zamanda istifadə edir. Məsələn, dostunuz sizdən borc pul istəyir. Deyirsən ki, aha, mən sənə pul verəcəm. Okay. Ani qərardır da, düzdür. Və yaxud da kimsə sizi deyir ki, mən filan kəsin adı günüdür, gedəsən, ani qərar. Ya deyirsən gedəcəm, ya gedməyəcəm. Ani qərarları will-lə veririk, okay? Oh no, I forgot my notebook. Don't worry. Bax, uşaqlar, deyir ki... I have... Yo. Bir dəqiqə, Məryəmin daha icazə verdi. Yaxşı, tamam, dərs oxuyur. Deyir ki, oyda notebook'umu, dəftərimi yaddan çıxarmışam. Bu da anidən deyir ki, narahat olma, ani qərar verir və I will lend. Okay? Deyir ki, bu deyir ki, çörəyimiz qalmayıb. O da deyir ki, yəni dərhal o birinə cavab verir. Yəni ani qərardır. I will get. B niyə olmur uşaqlar? Çünki go will-dən sonra ing olmamalıdır feil. Normal versiyası. Aha, yenə də. The phone is ringing. Yenə də ani qərardır uşaqlar. Deyir, telefon zəng çalır, orada deyir ki, mən cavab verəcəm, ani qərar. Deyir ki, mən başa düşməmişəm bu məsələni, o da deyir ki, mən sənə kömək edəcəm, ani qərar. Yağış yağır, o da deyir ki, mən umbrella götürəcəm, ani qərar verir. O da deyir ki, mən Tony'ya vacib nəsə deməliyəm. Bu birisi də deyir ki, ani qərar verir ki, aha, okey. Əvvəlcədən planlaşdırılmış olsa, to be going to ifadəsi, burada to-su heç yoxdur. Amma ani verdiyimiz qərarlar will. Deyir ki, futbolumuzda yoxdur, kifayət qədər oyuncumuz. Onda nə deyir? Yenə də ani qərarla deyir ki, mən oyuna mən qoşulacağam. D variantı. Yenə də üşüyürəm deyir, o da deyir ki, mən pəncərəmi bağlayacağam. Ani qərar. Qələmimi itirmişəm, o da deyir ki, mən sənə tapacağam. Sonra düşüncələrlə uşaqlar. Düşüncələrlə deyəndə uşaqlar öz fikrimizi deyiriksə, məncə, I am sure, I believe. Yəni öz fikrimizi deyiriksə, gələcək zamanı will-lə verəcəyik. Sonra gələn öz fikirlərimizi deyiriksə, will-lə verəcəyik. Okay?
Yenə də burada deyirəm ki, komanda güclüdür, mənim fikrimdir. A variantı, will nə verəcək? Yenə də öz fikrimi deyirəm ki, 50 ilə insanlar marşa uçacaq. Öz fikrimi deyirəm də, bu mənim fikrimdir ki, yenə will nə verəcək? Yet, fikirləşir ki, 50 ilə cəmaət marşa uçacaq. Yet hansı zamanda bitmiş zamandır, ona görə də A variantı, digərləri bitmiş deyil. Yenə də yet sual cümləsidir. Birinci tərəf she olduğuna görə has olacaq, cavabımız B variantı. Bitmiş zamanda uşaqlar, ona görə də bitmiş zaman verəcəyik, cavabımız A variantı. Yenə də yet bitmiş zaman olacaq, cavabımız A variantı. Yet bitmiş zamandır və sualdır, yenə cavabımız C variantı, bitmiş zamanı tapırıq və gəldik bura. Bizim neçə səhifəmiz qaldı? 2 səhifəmiz qaldı. Görək, Allaha şükür qutarırıq. Qutarırıq uşaqlar. Bu əzaba son. Keçmişdəki dəqiq vaxta verilən zamanlar, deməli, keçmiş davamıcı zamanda cavabımız B variantı. Keçmiş davamıcı zaman necədir? To be üstəgəl, feilin sonunda ing şəkilcisi, keçmişin də to be'si nədir? Was verir. Cavabımız B variantı. When de özündən sonra gələcək zaman istəmir. Bayaqlar bunları bir-bir xırdalamışıq uşaqlar. İndi isə baxırıq, gələcək ilə keçmiş uzlaşmır. İndiki ilə keçmiş uzlaşmır. Gələcəyin indiki ilə keçmiş uzlaşmır. Cavabımız C variantı. Yenə də when de özündən sonra gələcək zamanı istəmirik, yoxdur heç. Və baxırıq ki, keçmişlə gələcək uyğun gəlməyənlər, görək, burada hamısı bütün zamanlar. Burada mənasına görə seçirik uşaqlar. Deyir ki, qəfildən yağış yağmağa. Onlar deyir, üzürdülər ki, qəfildən yağış yağmağa başladı. When ikinci tərəf sadə zamanda olacaq, birinci tərəf davamıcı zamanda. Okay. B variantı uyğun gəlmir. Niyə? Çünki ardıcıl hərəkətlər, onlar üzdülər və yağış yağmağa başlayanda. Mənası yoxdur. Okay. Yağış yağmağa o deməkdir ki, yağış yağdı, ondan sonra bunlar üzməyə başladı. Axı elə bir şey ola bilməz. Yağış yağanda insan niyə üzsün ki? Düzdür? Sonra başlamaqdır, ondan sonra bitməkdir. Bunlar davamıcı zamana düşmür. Ona görə də bunu da C-ni də çıxıram. Sonra bu D variantında mənaca uyğun gəlmir. They swim when it starts to rain. Mənaca uyğun gəlmir. Onlar deyir, yağış yağmağa başlayanda üzürlər. Belə bir şey ola bilər? Yox, mənaca, yəni məntiq baxımından uyğun gəlmir. Itdə də burada S olmalıydı. O da heç qrammatik, nə də heç mənaca da uyğun gəlmir. Biz məktəbə gedəndə gedirdik ki, göy qurşağı gördük. Görmək feili davam edəcəyə düşmür uşaqlar. Gəlin bir-bir. While'dan sonra davam edici zaman B variantı uyğun gəlir. A variantı uyğun gəlmir. C variantında keçmişlə indiki uyğun gəlmir. Keçmişlə Y variantında uyğun gəlmir. Burada isə D variantında uşaqlar deyir ki, biz məktəbə gedəndə bu göy qurşağı görürük. Bəyən biz məktəbə gedəndə həmişə göy qurşağı görə bilərik. Yox, absurddur, düzdür. Ona görə də məntiqlə uyğun gəlmir deyə cavabımız B variantı. 146-ya baxırıq. Gələcək sadə zaman. Və yaxud da hədə gələcək planlaşdırılmış hərəkət. Gələcəyə aid Y variantı. Look at those clouds. O buludlara bax. Mənim öz fikrim. Buludlara bax. Mən göstərirəm ki, buludlara bax da. Bu mənim fikrim deyil. Buludlardan görürəm ki, bu belədir. Yağış yağacaq C variantı. Gələcək hərəkətdir və planlaşdırılmış A variantı. Yenə gələcək hərəkət və planlaşdırılmış B variantı. Gələcək hərəkət, planlaşdırılmış D variantı. Gələcək hərəkət in an hour, 1 saat içində və
A variantı. Gələcək hərəkət və planlaşdırılmış D variantı. Dəqiq. Uşaqlar, onda belə çıxır ki, sizin qrammatikaya da artıq bunu salıblar. Yəni gələcəklə bağlı hərəkətləri biz davam edici zamana sala bilirik. Yəni ingilis, normal ingilis bunu salır. Keçmiş qrammatikada bu yox idi. Yəni məktəb qrammatikasından bunu çıxarmışdılar. Amma artıq görünür ki, burada mən artıq nümunələrdən baxıram ki, burada sizdə verilib və düşüb. Ona görə də kitabın sonundakı, bu testlərin sonundakı testlərə bir də baxacağıq. Orada 3-4 dənə test var idi. Onlara bir də baxarıq və mən sizə doğruları deyəcəm. Yenə planlaşdırılmış hərəkət və C variantı. Planlaşdırılmış hərəkət və Y variantı. Gələcəklə bağlı. Planlaşdırılmış hərəkət, C variantı. Yenə də buludlara bax. It is going to rain. Y variantı. Tony's birthday party on Saturday. I'm going to attend. Gələcək hərəkət, C variantı. Bu axşam she's getting out for her birthday tonight. Y variantı. Digərləri onsuz da bu axşam hədiyyə alacaq. Onun ad gününə təzə. Gələcək zaman və C variantı. Tezliklə gələcək zaman, ona görə də Y variantı. Gələcək zaman B variantı. Gələcək zaman uşaqlar B variantı. Okey uşaqlar, bax, məsələ nədir? Məsələ odur ki, uşaqlar, indiki davam edici zaman var. Bayaqdan baxırıq deyəsiniz ki, ay müəllim, indiki davam edici zamandır. Uşaqlar, gələcəkdə 100% planlaşdırıldığımız hərəkətləri ya to be, going, to ifadəsi ilə verəcəyik. Və yaxud da indiki davam edici zamanla. Yəni, indiki davam edici zaman to be üstəgəl, yəni əmizar, üstəgəl feilin sonunda ing şəkilçisi ilə. Okay? Yəni gələcəkdə 100% olacaq hərəkətləri indiki davam edici zamanla və yaxud da to be going to ifadəsi ilə. İndi yenə arxaya dediyim kimi keçib baxacağıq. Next year gələcək zaman B variantı. Gəlin, bax, buradakiları deyirəm sizə kitabın axırında. Baxın, buradakilar, burada uşaqlar, bu testlərdə biz davam edici zamanları da gələcək hərəkətlər üçün, yəni bu ingilisin qaydasıdır. Yəni belə bir şey var. Sadəcə dediyim kimi sizin kitablarda salınmırdı. Amma artıq görünür ki, bu testlərdən görürük ki, artıq müasir ingilis dili ilə sizi artıq ayaqlaşdırmaq istəyirlər, hazırlaşdırmaq istəyirlər müasir ingilis dilinə. O baxımdan da artıq bunları da düz götürüblər. Ona görə də gələcək hərəkətləri biz qeyd edirik. 1, 2, 5. Yəni bu 3 zamanın üçü də gələcəyi bildirir. Yenə də gələcəyi bildirmək üçün 1, 2, 5 uyğun gəlir. 1, 2, we are having a party, we'll have. 1, 2 cavabımız gələcəyi göstərir. Yenə də gələcəyi göstərən 1, 3, 5. 1, 3, 5. Gələcəyi göstərən hərəkətlər. 1, 3, 4. Gələcəyi göstərən hərəkətlərimizi qeyd edirik, zaman formaları gələcəyə uyğun olan. 1, 2, 3. 1, 2, 3 və yenə də gələcəklə bağlı hərəkət 2, 3, 5. 2, 3, 5. Okay. Sonra bizdə nə qaldı? Bizdə cəmi bir cümlətanı bir dənə səhifəmiz qaldı. Gəlin ona da baxaq. Bundan da canımız qutarsın. Ay Allah, ürəyim sıxıldı. Tez qutarsın. 15 dənə testimiz qaldı uşaqlar. While I a picture in my friend. Aha. Keçmişlə indikini sildik.
While'dan sonra adətən keçmiş davam edici zaman. Keçmişdən indiki uyğun gəlmir. Və yenə də uyğun gəlmir. Bu B variantında keçmişdən indiki, D variantı paralel hərəkətlər. While'dan sonra da davam edəcək, digər hərəkətdə davam edəcək. Keçmiş davam edici zaman. Baxırıq ki, we teacher to arrive, we were waiting when we noticed. We were waiting when we noticed. Uşaqlar, notice feili davam edici zamana düşmür. Ona görə də bunu silirəm, A variantı. Keçmişlə indiki uyğun gəlmir. Ona görə bunu silirəm. Və mənaca uyğun gələn uşaqlar. Və uşaqlar, bizdə əsas məsələ görürsüz. Burada she was keçmiş zamandır. Ona görə D variantı da çıxır. Və mənaca uyğun gələn C variantıdır. Biz gözləyirdik. Hansı hərəkət? Hərəkət davam edirdi, gözləyirik. C variantı davam edir. Ona görə də cavabımız C variantı. While özündən sonra uşaqlar, yenə də baxaq A variantında uyğun gəlmir. Keçmişlə indiki görürük ki, uyğun gəlmir. Keçmişlə indiki olanları silirik. While'dan sonra davam edici zaman adətən olur və C variantı paralel hərəkətlər. Sonra they run in the park when they were running when they see feili davam ediciyə düşmür uşaqlar. Cavabımız D variantı. Ümumiyyətcə heç davam edici də verməyiblər. İndiki ilə keçmişdə uyğun gəlmir. Aram feili elədik, bilmirsən hansı zamandır. Ona görə də məniyə fikir verir uşaqlar. Biz parkda qaçırdıq ki, qəfildən nə görürük? Gözəl bir quş gördük. D variantı. Burada da paralel hərəkətlərdir uşaqlar. While'dan sonra keçmiş davam edici zaman, digərdə keçmiş davam edici zaman. Yenə while'dan sonra davam edici zaman, ona görə də digərdə C variantı ikisi də görürsünüz. Yox uşaqlar, bir dəqiqə. C variantı deyil, çünki he mübtədamız təkdə olduğuna görə xəbərimiz də təkdə olmalıdır. Cavabımız A variantı. Sonra while the band, while yenə də davam edici zaman, davam edici zaman olmalıdır və baxırıq ki, mübtədamız Z cəmdədir, mübtədamız xəbərimiz cəmdə, the band təkdə qrupba. Bunu əslində word-də zeben komanda, bunu word-də verə bilərlər, was-da verə bilərlər. Uyğun gələn elə budur. Variant olaraq Y variantı düzdür. Biz məktəbə gedəndə yağış yağırdı. C variantı. While we were, it was raining. İkisi də davam edici zaman. Düzgün, the children, yenə də while-da uşaqlar davam edici zaman. While-dan sonra adətən, yəni davam edici zaman. Paralel hərəkətlər D variantı. İkisi də mübtəda cəmdədir və xəbərlər də cəmdədir. Deyir, telefonum zəng çalanda mən dostumla telefonda danışırdım. Telefonun zəng çalmağı ani hərəkətdir. Telefon zəng çalanda I was talking. Yox, telefon zəng çalmayıb, telefonu ölüb. Yəni ki, ölmək feili davam ediciyə düşmür də. Yəni, ölməkdir. Anidən ölür. Ölməyi davam eləmir də. Mənaca uyğun gəlmir, ona görə Y variantı. Yenə də C feili uşaqlar, deməli, onlar maşın sürürdülər ki, neynədilər? Gördülər ki, bir dənə bir hadisə baş verib, B variantı. They were driving. So, his mother, when his mother called him. Deyir, o televizora baxırdı, anası onu çağıranda. B variantı. Anası onu çağıranda o televizora baxırdı. He was watching TV. Hansı hərəkət davam edir televizora baxmağa? Qonaqlar gələndə biz yemək yeyirdik. Hansı hərəkət davam edir? Bizim yemək yeməyimiz, düzdür? Ona görə də
Qonaqlar çatanda D variantı ani hərəkət. Aha. While-dan sonra davam edəcək hərəkət uşaqlar, paralel hərəkətlər Y variantı və mübtəda cəmdə, xəbər də cəmdə. İşıqlar sönəndə o kitab oxuyurdu. Hansı hərəkət davam eləyir? Kitab oxumaq. Ani baş verən hansıdır? İşıqların sönməyi. C variantı. Keçmiş. Deməli, o yatırdı, anası onu yuxudan oyatdı. Oyatmaq ani hərəkətdir, keçmiş sadə zaman. O yatanda yatırdı, keçmiş davam edici zaman. D variantı. Bu qədər uşaqlar. Nəsə sualınız olsa buyurun. Zamanlar biraz qarışıq mövzudur. Zamanların hamısını yaxşı bilməlisiniz ki, bu testləri eləyə biləsiniz uşaqlar. Ümid edirəm, hardasa qismən də olsa sizə kömək eləyə bildim. Əgər nəysə sualınız yaranarsa buyurub ünvanlaya bilərsiniz. Bu qədər bəyənin, paylaşın, abunə olun. Dediyim kimi, bəzi testlər sizə çaşdırıcı görsənə bilər və sözün düzü sonuncu testlərdə yorğun idim. Sizə görsənə bilər ki, başımdan eləmişəm sualları, xeyir. Ümid edirəm, sadəcə eyni şeyi təkrar dedim deyə, ona görə biraz yoruldum əslində. Sualınız yaransa buyurun, bəyənin, abunə olun, paylaşın və qəşəng kommentlər yazın. Sağ olun.